Budapeşt sözündəki Buda sözünün qədim türk sözü olduğunu bilirdinizmi? Ümumiyyətlə iddialara görə həminki o Buda sözü Attilanın böyük qardaşı olan Bledanın adından gəlir. Belə ki, Bledanın orada qalası var idi, həmin qalaya da Bleda deyirlər. Yəni Bledanın qalası. Zamanla da o Bledanın qalasındakı o söz Bleda sözü Buda sözünə çevrildi. Amma Bleda Roma və Alman mənbələrinə görə ona qoyulan addır. Yəni Bledanın adı əslində Bleda kimi səslənməyib öz dövründə, bilgə olduğu düşünülür ya da ki bilda, yəni bilən biri, müdrik bir mənasını verir. Bilirsiniz ki, hələ də qərb mənbələri dirəşdiyi qədər, bacardığı qədər Avropa bunlarına türk deməməyə çalışır. Amma buna rəğmən artıq bilirik ki, onlar türklər. Muncuq adında bir hökmdarı var, bunlar Muncuq, mənim dilimdədir. Attila sözünün özü, Bledanın özü, hamısının bəllidir ki, bunun türkçə kökü var, mənşəyi var bu sözlərin. Qaradağ adı var, yəni Hun hökmdarları arasında. Kurumbates var, yəni Qurum bəy kimi səslənir. Yəni bu tip adlarla bəlli olur ki, əslində Avropa bunları türkdür. Ola bilsin türk, İskit, Monqol və yerli Ural xalqlarının qarışımıdır. Amma əsas odur ki, idarəçi təbəqəsi türkdür. Təbii ki, Avropalılar buna qarşı dirəniş göstərir. Çünki Avropa Hunları Avropalılara çox şey öyrədiblər. Xüsusilə də savaşçı aristokratiyanı, böyük qismini, yəni o sistematikanı Avropa Hunlarından öyrəniblər. Yəni hətta düşünülür ki, Hunların atçılıq bacarığı gələcəkdə Frankların həminki o cəngavər institutunu qurmasına səbəb olur. Yəni buna görə də bəllidir ki, adamlar bacardığı qədər Avropa Hunlarını türk deməməyə çalışırlar, amma nə olur olsun, yəni isbat da göz önündədir ki, bunlar türkdür. Və buna isnad eləyərək də deyə bilirik ki, Attilanın böyük qardaşı olan Bleda, yəni Bilgə, bir növ öz adını həminki o Budapeşt yerində tikilmiş o qədim qalaya verib və o qala da zamanla Buda şəhərinə çevrilib. 1800-cü illərdə də Buda ilə də Peşt birləşib Budapeşt şəhəri olub. Həminki o Peşt isə böyük ehtimalla ya Pars deməkdir, yəni türkçədən gəlir yenə, ya da ki, Slavyan dilindəki pet sözü var, biz istifadə edirik, ondan gəlir, yəni isti və yaxud da ki, mağara mənasını verir. Yəni belə olub, iki şəhər ona görə birləşib. Bəzi iddialara görə isə ümumiyyətlə Buda sözü də Voda sözündən gəlir, su deməkdir. Bu da peşdə isti, yəni isti su mənasını verir o yerin adı. Amma təbii ki, iddialar çoxdur. Mən isə türk iddiasını dəstəkləyirəm.